Allah Azze ve Celle Kur'an-ı Kerimdə buyurur ki, ey insanlar, siz Allaha möhtaçsınız. Allah isə ğanidir, yəni varlıdır və heç nəyə möhtac deyildir, həm də layiqdir. Bizim Rəbbimizin həyat yoldaşına, övlada möhtacı yoxdur. Əksinə, insanların övlada, nəsəbə möhtacı vardır. İnsanlar nəsil artırmağa ehtiyaclıdırlar. Amma Allah isə əbədi və əzəlidir. O özünə övlad götürməz. Ləm yəlid və ləm yulad. O nə doğub, nə də doğulub. Allaha bu sifətləri nisbət etmək, Allaha eyib nisbət etməkdir. Çünki o Allahu Saməddir. Allah heç nəyə möhtac deyil. Onun məxluqatları möhtacdırlar. Və heç nəyə möhtac deyil, bizə özünü tanıtdırmaq istəyir. Ey mənim aciz qullarım, ey mənim möhtac qullarım, mən Samədəm, məni yaxşı tanıyın, mən heç nəyə möhtac deyiləm. Siz insanlar mənə möhtacsınız. Allahın Saməd adını tanımaq lazımdır. Allahın Saməd adını tanıdıqdan sonra insan Rəbbini daha çox sevir, daha çox ona bağlanır, daha çox ona itaət edir, daha çox onun əmrlərini yerinə yetirir və daha çox onun qadağalarından çəkinir. Sən Səmədi yaxşı tanısan, onu sevərsən, ona ixlasla ibadət edərsən, ona səmimi ibadət edərsən.